2026-cı il futbol formalarında rəng anlayışını dəyişir. Bu il təkcə dizayn yox, rəngin verdiyi hiss ön plana çıxır. Minimal, cəsarətli və modern tonlar meydanlara hakim olur. Gəlin 2026-da trend olacaq rənglərə birlikdə baxaq. Fil sümüyü və tünd zeytun bir araya gələndə balans yaranır. Açıq ton zəriflik qatır, tünd zeytun isə güc və sabitlik verir. Bu rənglər 2026-da təbii, premium və düşünülmüş seçim kimi önə çıxır. Şərab qırmızısı dərinlik və xarakter gətirir. Yanındakı açıq ton isə dizayna tarazlıq və nəfəs qatır. Bu cütlük meydanda güclü, ciddi və iddialı mesaj verir. Fıstıq yaşıl təbiilik və sakit güc hissi yaradır. Kömür boz rəng ilə birlikdə dizayn daha balanslı görünür. Fərqli komanda formalarına sahib olmaq istəyənlər üçün ideal seçimdir. Enerjini və hərəkəti ön plana çıxaran elektrik mavi rəng, onu müşayiət edən neon sarı isə dizayna aydınlıq və tarazlıq verir. Bu rənglər meydanda sürət, dinamika və diqqət simvollarını özündə cəmləşdirir. Buz mavisi təmizlik və modernlik hissi yaradır. Tünd lacivərd ilə birlikdə dizayn daha açıq və minimalist görünür. Bu tonlar 2026-da sakit, amma güclü bir trend olacaq. Bəs sizcə 2026-cı ildə hansı rənglər meydanlarda öz görüntüsü ilə fərqlənəcək? Şərhlərdə favorit seçiminizi yazın.